100K. Əskərliyi harda qulluq eləmək istəyirsən? Laçında və Yarazda. Aha. İndi də görəsən kimlər nələr gətirəcək. Anam gəlgin ki, gəlib şəkil çəkəcək. Atam mənə paltarlarımız adımı yığmağa gətirib şkaf verər. İşkaf yığar. Nənəm gəlib mənə ballı tost bişirər. Hansı nənəm? Məryəm nənəm. Sudabi nənəm öz telefonu gətirər, biraz baxaram. Sonra xalam gətirər iPhone 15-in, ona da baxaram. Sonra ana hələ xalamın bir söz var yadında, biz görəndə nə deyir? Oy xalan olsun, oy xalan olsun, oy xalan olsun. Yəqin ki mənə Mehdi babam yəqin ki ora buraya aşırıb gətirər. Əli babam da cavabda gətirər, orada yanımızda maması üçün telefon verər, baxar. Sonra kim qalır? Dayım da yəqin top gətirər, orada futbol oynayar. Novruzda bibim yəqin ki deyəcək, oy bibin olsun, oy bibin olsun sənin, oy bibin olsun. Yəqin ki Fərdiş bibim də, nə? Yəqin Fərdiş bibim də salona gedib gələcək. Günay bibimin uçuşun, hər 8 saat gedəcək yəqin ki. İndi sənə yeməyi ora nə gətirək, nə istəyirsən? Nənəm ballı top bişirəcək. Hə, bu qədər. Sən də lahmacun bişirərsən. Sudabə nənəm mənə şey bişirər, şəkər bura. Mənə biraz tut yulab gətirərsiz həyatdan. Adamımız deməli dəqiq qoymayacaq ki, öz də gəlib yanımda qalar. Ana, gözəl mənimə yığacaq ki, dərsləri eləmişəm. Axı, mən dərslərimi eləmişəm. Orada da elə məndən əl çəkən deyil.